Qarşıdan qəbul imtahanları gəlir. Abituriyentlərlə yanaşı onların valideynləri də bu imtahanları həyəcanla gözləyir. Dövlət İmtahan Mərkəzi tərəfindən sənəd qəbulu ilə bağlı verilən məlumat isə bu həyəcanı daha da artırdı. 2025-ci il üçün olan məlumata əsasən sənəd qəbulunun birinci mərhələsində 124 mindən çox ərizə təsdiq olunub. Bu rəqəm isə geridə qalan 2 ilə nisbətdə daha çoxdur. Belə ki, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 104.004 nəfər abituriyent ərizə vermişdi. 2024-cü ildə bu göstərici təqribən 110 min nəfər olub. Ali təhsillə bağlı iddiaçıların artması isə abituriyentlər arasında narahatlığa səbəb olub. Müəllimlərimizdən eşitmişik ki, bu il universitetə sənəd verənlər artır. Buna görə də ixtisasımız üzrə çox şagirdlər imtahan verir deyə biz də balların yüksəlməyindən qorxuruq. Bundan narahatıq ki, imtahan verdiyimiz yerlərə rəqiblər artıb, bunun üçün də ballar arta bilər. Birinci qrup üzrə hazırlaşıram. İnformasiya təhlükəsizlik. Qorxuram ki, ballar artar. Keçən il 450 bal civarı idi. Bu il 500 bal olmasına qorxuram. Ekspertlər də bu narahatlığın əsassız olmadığı fikrindədirlər. Təhsil məsələləri üzrə mütəxəssis Elçin əfəndi deyir ki, ötən illərə nisbətən qeydə alınan bu rekord müraciət gərgin rəqabətin olacağından xəbər verir. Əlbəttə, həm buraxılış imtahan göstəricilərinin yüksək olması, o cümlədən müsabiqəyə bu qədər abituriyentin qatılması onu demək əsas verir ki, bu ildə keçirilən qəbul imtahanlarında, o cümlədən növbəti tədris ilinin hansı ki, qəbulu keçiriləcək 2025-2026-cı ilə həmin dövrdə gərgin rəqabət mühiti gözlənilir. Eyni zamanda əsasən 11 illik bazadan orta təhsil müəssisələrinə, həmçinin 5-ci ixtisas qrupunun ali təhsil müəssisələrinə qəbulda müvafiq ixtisaslar üzrə formalaşacaq keçid ballarında artım ən azı proqnozlaşdırılır. Nə üçün bu fikri bildirir? Çünki buraxılış imtahanları əsasında hər iki istiqamətə qəbul aparılır və abituriyentlər buraxılış imtahanında uğurlu olduqları üçün məhz bu istiqamətlərdə balları daha çox artım müşahidə edəcək. Qaldı ki, digər qruplar üzrə olan ixtisasların keçid ballarına ekspert deyir ki, bu blok imtahanlarının nəticələrindən sonra daha dəqiq bilinsə də, buraxılış imtahanının nəticələri müəyyən bal artımının olacağından xəbər verir. Eyni zamanda ali təhsil müəssisələrinə qəbul üçün ayrılacaq plan yerlərinin sayı da balların artıb azalmasına birbaşa təsir edən amildir. 2013-cü ilə qədər bizim ümumi qəbul planımız 35 min idi. İndi isə 35 min dövlət sifarişli tələbə təhsil ala biləcək və ümumilikdə plan yerinə gəldikdə isə bu ilki ildə dediyim kimi ən azı 70 minə yaxını məhz bakalavr istiqamətinə qəbulu nəzərdə tuturuq, gözləyirik. Və əlbəttə ki, burada artıq iştirak edən 124 mindən çox abituriyent ki var, ərizə qəbulunda iştirak edə bilər. Onlar əlbəttə blok imtahanında uğurlu olurlarsa, o zaman daha çox prestijli ixtisasların formalaşacaq keçid ballarında müəyyən qədər artım gözlənilir. Hansı ki 150 ballıq ixtisaslar var, o cümlədən daha az əmək bazarında tələbat olan ixtisaslar ki var. Həmin ixtisaslarda isə müəyyən qədər enmə biz ballarda görə biləcəyik. 2024-2025-ci il tədris ilində ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin dəqiq sayına gəldikdə isə bununla bağlı Elm və Təhsil Nazirliyindən sorğumuza şifahi cavabda qeyd olundu ki, tələbə qəbulu planı ali təhsil müəssisələrinin vəsaiti əsasında hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Hazırda bu məsələ ilə bağlı müvafiq qərarların qəbul edilməsi üçün təhlillər aparılır.